Mən Fələstini müdafiə edirəm. Niyə? Niyə? Çünki ədalətli müharibə edirlər. Öz torpaqlarını istəyirlər. Necə ki, biz tələb edirdik Qarabağı, halal torpağımızdır da. Bunlar da elə. Ümumiyyətlə müharibəni dəstəkləmirəm. Düşünürəm ki, hər iki tərəfdən burada qazanan yoxdur, əksinə itirənlər var. Əlbəttə İsrail. Niyə? İsrail bizimlə qonşudur. Bizim tərəfimizi saxlayır. Bizə kömək eləyir Qarabağda. Hər yerdə kömək eləyir. Əlimizi uzadıb bizə. Ona görə İsrail. Ərəblər bizə işin eləmir. Ну, я точно могу сказать, что я не поддерживаю Хамас. Просто то, что сейчас израильское государство делает, я понимаю, что начало типа с Хамаса, но в итоге страдают из-за этого палестинцы. Так что я могу сказать, что я поддерживаю самих палестинцев, но при этом я не поддерживаю людей, которые выставляют в Инстаграме сторис, где еврейский флаг типа горит, израильский. Вот, то есть я больше на стороне палестинцев, но при этом я не против израильтян. Вот так. Я Палестину поддерживаю. Ну, не того, что они, например, мусульманская страна, а того, что Израиль, да, когда-то Германия, немцы их уничтожали, все больно было за этот народ, правильно? Они из этого выгоду не сделали, они уничтожают детей и стариков. Хотя бы об этом они подумали бы, только из-за этого. Birinci Fələstin başladı. Yalan deyirəm ya, düzgün deyir. Niyə milləti yatan yerdə getdilər, tutdular? Nə fikirdəydilər bunlar, Allah bilir. Mən İsrailin tərəfindəyim. Niyə? Ona görə ki, mən yatdığım yerdə kimsə mənim evimə hücum çəkəcəksə, sonra deyəcək, yox, orada uşaqlar qırılır deyəcəksə, mən şəxsən olsam, mənim baş mühasibəm, mən özüm gedib onları yandıraram, ufdur demərəm. Amma belə götürəndə mən çox ürək yumuşaq adamam. Amma görün insan nə dərəcək. Sonra mən İsrail Azərbaycanın tərəfində olub, biz onların tərəfində olacağıq. Ümumilikdə insanların ölməyinə qarşıyam. İsrail həmişə Azərbaycan tərəfində olub, Fələstin indiyə kimi Qarabağı dəstəklər. Ona baxmayaraq da orada ölənlər uşaqlara xoş deyil. İstəməzdim ölsünlər. Müsəlmanları. Fələstiniyəni? Bəli. Niyə? Dini baxıma görə? Bəli, əlbəttə. Amma ümumiyyətlə İsrailə çox böyük hörmətimiz var ölkə olaraq bizim üçün. Çox dəyərli ölkədir. Bu söhbət uzun məsələdir. Heç biri düzgün hərəkət etmir. İndiki zamanda qırğınlıq lazım deyil. Ancaq yaşatmaq lazımdır. Bunlar isə hər ikisində təqsir var. Olmasa yaxşıdır.